Salamünaleyküm, hardayam deməli, hökumət dairəsindən qalxdın 28 may qəsəbəsindəyəm. 2 mərtəbəli Radnoy 2 mərtəbə ev axtarırsansa, şəxsi tikili ev axtarırsansa, bura sənin üçün ideal variantdır. Qiymət əla, evin özü əla, böyük kvadratda ev axtarırsansa, bura sənin 190 neçə kvadratdır? 200 kvadrata yaxındır, altı üstü. Buradan gəldik, ev ot kimidir hal-hazırda. Mətbəx də var, çox genişdir. Mətbəx möblində içərisində qalacaq. Əşyaların 90% qalacaq demək olar ki. Əşyalar qalacaq. Buradan gəldik, burada da hamam sanuzeldir, qarsasma tavanlı, tam təmirdir. Yəni dediyim kimi, hər şeyin yaxşısına istifadə olunub. Qapıdır, nə bilim, pilləkəndir, özü taxta işi ilə məşğuldur. Ona görə hər şeyin yaxşısına istifadə edib. Buradan qalxdıq ikinci mərtəbəyə. Burada da otaqlar bizi qarşılayır. 3 dənə də yataq otağı buradadır. Bir dənə ölçülər çox genişdir. Əşyalar nə görsünlər qalacaq. Qiymət əla, evin özü əla. Yəni yola yaxın. Buradan da gəldik. Bir dənə də burada geniş yataq otağıdır. Otaqların ölçüləri çox əladır həqiqətən. Çox yaxşıdır. Yəni hər iki tərəfdə baxın, hər şey fikirləşilib də böyle. Bütün otaqlarda radiatoru var. Qiymət haqqı, qazı, işığı, suyu, yəni yaşayış üçün aşağıda da hamam sanuzeli var. Yuxarıda da var. Yuxarıda təmirsizlik istifozada hamısı çəkilib. Aşağı amma tam təmirdədir. Buradan gəldik. Yəni burada nə qəşəng gəmi qrafatlardır. Yəni bunun da ölçüsü genişdir. Görsünüzdə təmir göz oxşuyur. Yəni qiymət haqqında məlumat verəcəm. Çölə çıxan kimi qiymət haqqında məlumat verəcəm. Bir dənə də burada qəşəng balkonudur. Yəni yan yörəsi hamısı normal evlərdir. Və burada qəşəng bir dənə balkonda indi çıxanda aşağıdan daha yaxşı görəcəksiniz. Bu da çöldən görünüşüdür. Görürsünüz evi, villadır. Yola bax, maşın əsas Bakı-Şamaxı yolu. Buradan da gəldi. Həqiqətən çox gözəl proyektdir. Baxın. 2 mərtəbə, yəni villa tipli ev axtarsanızsa, bura sənin üçün idealın idealıdır. Bir dənə bunun üzrə lazımdır. Ya ağlayıb vurasan bunun üzrə, ya da ki, bir dənə rəng vurasan oturacaq bir də. Həyətində bir dənə tanık edirsən, olur. Qiymət 110 min manata. 110 min verirsən, bu evi götürürsən.